Dünya bazarında sabitlik axtaran investorların ənənəvi ünvanı sayılan qızıl bu günlərdə yenə dalğalı günlərini yaşayır. Bugün yüksələn, ertəsi günündən qiymətlər bazarın həssaslığını açıq şəkildə göstərir. Qlobal iqtisadi gərginliklər, valyuta bazarındakı dəyişikliklər və geosiyasi risklər bu qiymətli metalın dəyərinə birbaşa təsir edir. Qızıl bazarında müşahidə edilən qeyri-sabitlik demək olar ki, həm alıcıları, həm də satıcıları narazı salır. Belə ki, alıcılar bəlkə gözlüyüm biraz da düşsün deyə fikirləşir, satıcılarsa tez satım və ziyana düşməyim kimi fikirlərə gəlir. Qiymətlərlə bağlı, qiymətlər düz əvvəlkinə baxan daha bağlıdır, amma ki, yenə də sağ olsunlar bəzi stendlərdə endirim edirlər. Bacardığımız qədər almağa çalışırıq, bəzənib düzəlməyə çalışırıq bahalar. Əvvəlki günlərə nisbətən hiss olunurmu ucuzluq yoxsa necə? Əvvəlki günlər yalan deyirəm, uzun müddətli gəlməmişəm, ona görə fərq mənim üçün daha çoxdur. Amma ki, bəlkə də yaxın müddətdə gələnlər üçün fərq o qədər də yoxdur deyə bilmərəm onu. Qiymətlər necədir, qane eləyirmi? Əvvəlkinə nisbətən qiymətlərdə xeyli dəyişimlər var, xeyli düşüb qiymət aşağı. Sizi qane eləyir qiymət? Yəni əslində biraz da düşsə daha yaxşı olar. Sadəcə olaraq əvvəlki qiymət artımıyla indiki qiymət artımını müqayisə eləyəndə, yəni xeyli azalmalar müşahidə olunur. Qızıl bazarında təkcə qiymətlər deyil, elə etimad da dalğalanır. Bir gün sonra nə olacağını bilməyən satış menecerləri işlərini günün tələbinə uyğun qururlar. İnandırım ki, bir saatdan bir demək olar ki, qiymətlər oynayır. Hər bir saatdan bir qiymət dəyişir. Ona görə də stabil olaraq qiymətlər dayanmır. Stabil bir məbləğdə dayanmır daha doğrusu. Ona görə konkret olaraq dəqiq qiymətlər bu qiymətli deyə bilmirik. Çünki məsələn indi müştəri gəldi, soruşur 1 qram neçəyə təklif edirsiniz? Bu dəqiqəyə qədər, bu dəqiqə hal-hazırda yaxınlaşan müştəri üçün bəli, 195 ilə, 193 ilə hal-hazırda satış eləyə bilirik. Söhbət 585. 85 əyardan gedir təbii ki. Bax, əlimdə tutduğum bu brilyant üzük 750 əyarlı İtalyan brendidir və elə satıcının dediyinə görə 2300-ə bu müştəriyə təklif olunurdu. Bugünsə qiymət fərqlidir. 1950 manat. Hələ deyəsən ondan biraz da ucuz. Çəkisi nə qədərdir indi öyrənəcəyik. Hal-hazırda bu brilyant üzüyümüzün çəkisi 5 qram yarımdır, 1 karat brilyant. 5 qram yarım üzükdür, 750 əyardır, gördüyünüz kimi. Demək, bir həftə bundan əvvəl neçəyə təklif olunurdu, indi neçə? Həftə əvvəl müştəriyə biz 2300 manata müştəriyə verirdik bu üzüyü. Hal-hazırda endirim olan qiyməti ilə hardasa 1950, 2000, 1900 də deyə bilərdik. Bugün bazarda müştəriyə təklif edilən qızıllardan ən demək olar çox satılanı məhz bax bu qızıllardır, ərəb qızıllarıdır. Digərlərindən fərqli olaraq ərəb qızılı qiymətdə xeyli bahadır. Məsələn, 1 qramı 312 manata təklif olunur. Bax bunun 12 qramdan artıq çəkisi var. Qiyməti neçəyədir? Qiymət olaraq bugünkü günə görə 3880 manatla hesablanır bu. 3880-dən bir qədər də artıq. Bax bu ərəb qızılı, çəkisi 12 qramdan artıq, əyarı da 916 əyar. Qızılın qiymətindəki qeyri-sabitlik ilə bağlı iqtisadçıların da fikirləri fərqli deyil. Onların fikrincə bu dəyişimlər qlobal sistemdə baş verən gərginliklərlə bağlıdır. Amerika dollarının bahalaşması və Amerikada yüksələn inflyasiyanın faiz dərəcələrini aşağı salmağı əngəlləməsi qorxusu həm dolları bahalaşdırır, həm də qızılı ucuzlaşdırır. İkinci məqam burada diqqəti cəlb edən neftin qiymətinin artması ilə yanaşı səhm birjalarında fond indekslərinin kəskin düşməsidir. Fond indeksləri kəskin düşəndə bu nəqd pula, alqoritmik ticarətdə nəqd pula ehtiyac duyulur. Buna görə də investorlar qızılda olan pullarını da sataraq öz zərərlərini maliyyələşdirməyə çalışırlar. Qızıl parıldasa da bazardakı qeyri-müəyyənlik kölgəsini onun üzərindən çəkmir. Bugün alınıb satılmayan məhsullarsa xeyli sayda fürsət və imkan qazandırır. Bir sözlə tərəzinin gözü tarazlıq axtarır. Bazar sakitləşəcəkmi, yoxsa dalğalanma davam edəcək? Onu zaman göstərəcək.